Artıq 3 ildir ki, Naxçıvan Dövlət Universiteti günümüzün ali təhsil müəssisələrinə vacib olan bir mövzusu ətrafında beynəlxalq tədbir keçirir. Bu texnoparkların təhsildə və iqtisadi inkişafda rolu ilə bağlıdır. Bilirsiniz ki, universitet sənaye əməkdaşlığı üçün texnoparkların mövcudluğu və onun fəaliyyəti ən əlverişli, ən təcrübəli bir seçimdir. Ona görə də dünya təcrübəsində olduğu kimi biz də Naxçıvan Dövlət Universitetində universitet sənaye və hökumət əməkdaşlığının bu modelinin inkişaf elətdirmək üçün hər il Naxçıvan Dövlət Universitetinin ev sahibliyində beynəlxalq simpozium keçiririk və bu simpozium ətrafında Naxçıvan Dövlət Universitetinin müvafiq araşdırmaçıları və kafedra və fakültələri ilə yanaşı universitetimizin əməkdaşlıq elədiyi universitetlərin professorları, araşdırmaçıları da iştirak edir. Bu gün də çox sevindirici haldır ki, bu simpoziumda qardaş Türkiyənin qabaqcıl universitetlərinin tədqiqatçıları, alimləri məruzə ilə çıxış edirlər. Texnoparkların inkişafı Naxçıvan Dövlət Universitetinin strateji hədəfidir. Buna görə də universitetimizdəki kampusun 4 hektarı təxminən yeni texnopark binalarının inşası üçün nəzərdə tutulubdur və bu inşa 2021-ci ildən başlayıb. 2021-ci ildən başlayan texnopark binaların və laboratoriyalarının 2026-cı ildə tamamlanması planlaşdırılır. Burada biz həm tələbələrimiz üçün, həm araşdırmaçılar üçün, həm də iş dünyası üçün lazım olan təsisatları müəyyənləşdirmişik. Burada həm rezidentlər üçün imkanlar yaradılıb, həm tələbələrimizin öz startaplarını həyata keçirməsi üçün prototip və inkubasiya mərkəzləri, coworking mərkəzləri, ideya mərkəzləri formalaşdırılıb. Gələn il yekunlaşdırılacaq texnologiyalar parkında universitetimizdə nanotexnologiya laboratoriyasının və biotexnologiyalar laboratoriyasının tamamlanması nəzərdə tutulur və gələn ilin Naxçıvan Dövlət Universiteti üçün ən böyük strateji hədəfidir ki, biz texnologiyalar parkını tamam istifadəyə verə bilək. Texnoparkların universitetlərdəki fəaliyyəti və universitet sənaye əməkdaşlığındakı rolu ilə bağlı biz kadr hazırlığı işlərinə diqqət artırmışıq. Universitetimizin 5 illik elmi tədqiqat planında texnoparkların inkişafı ilə bağlı mövzular nəzərdə tutulub. Bundan bağlı bizim bu konferansla yanaşı universitet daxilində hər il startap müsabiqələri keçirilir və burada tələbələrimizin startap layihələri təqdimat olunur, onlar mükafatlandırılır və iş dünyasına təqdim olunur. Türkiyə universitetlərində Texnologiyalar Parkının inkişafı modeli də özünə məxsus modeldir və bizə çox yaxın modeldir və bu istiqamətdə Türkiyə universitetlərindən aldığımız dəstəyə görə də universitet rəhbərlərinə, oradakı bütün akademik heyətə öz təşəkkürümüzü bildiririk. Bu istiqamətdə tələbələrimizin inkişafını dəstəkləyən institutlar var, dövlət qurumları var. Onlara da ayrıca təşəkkür bildirirəm ki, Cənab Prezidentin qarşımıza qoyduğu bu vəzifələrin icrasında aldığımız dəstək bizi gələcəkdə daha böyük layihələr icra etməyə sövq edir. Bilirsiniz ki, qeyri-neft sektorunun inkişafında bizim ölkə başçısının müəyyənləşdirdiyi əsas strateji hədəf elm tutumlu iqtisadiyyatın inkişafıdır. Elm tutumlu iqtisadiyyat öz-özlüyündə universitet sənaye əməkdaşlığı ilə bərabər bir ifadədir və bunun üçün universitetlər çox böyük bir məsuliyyət üstləniblər, öz öhdələrinə götürüblər.